Thank you for being here with us, for contributing these important dialogues. Dostlar, artıq qeyd etdiyimiz kimi tədbirimizin bundan sonraki hissəsi Azərbaycan dilində davam eləyəcək. Vəfa, buyur məncə. Gender əsaslı zorakılıq heç bir halda hər hansı bir individualın məsələsi deyil və məhz buna görə də biz bugün iki qonaqla davam edəcəyik. Cəmilə Rəhimli psixoloq və Zibədə Sadıqova hüquqşünas. Çünki istəyirik ki, məsələnin hər iki qatını anlaya bilək və həmçinin də auditoriyamızda burada iştirak edən, bizə qoşulan icma da bu barədə bizimlə söhbətə qoşulsun. Cəmilə xanım, sualı sizdən başlayacağım. Biz bilmək istəyirik ki, məhz gender əsaslı zorakılığa məruz qalan şəxslərdə ən çox rast gəlinən psixoloji travma formaları hansılardır və əsas məsələ həmin o yaşanan travmanın insanın gündəlik həyatına təsiri özünü necə göstərir və yaxud da ümumiyyətlə zorakılığa məruz qalan fərd özü bunu anlayırmı, yoxsa bu sadəcə məhz mütəxəssislər tərəfindən anlaşılır? İlk öncə istəyirsə biraz travma anlayışını ayırd eləyək. Bu travmatik olub-olmayacağı əslində zorakılığın növündən də asılıdır. Yəni təbii ki, stres yaradacaq hadisədir zorakılığın hər növünə məruz qalmaq, amma xüsusilə elə növləri var ki, zorakılığın, məsələn, gender əsaslı zorakılıq psixoloji ola bilər, fiziki ola bilər, iqtisadi və ya cinsi ola bilər. Travma dediyimiz şey daha çox, belə deyək, o tibbi tərifindən baxsaq, insanın ölümlə üz-üzə gəldiyi hallar, başqa birinin buna şahid olduğu hallar və yaxud cinsi istismar yaşadığı hallardır. Yəni, məsələn, cinsi zorakılığa məruz qalan şəxslərdə böyük ölçüdə bu travmatik bir təsir buraxır. Uzun müddətli belə stresli yaşantıya məruz qalmaq sözsüz ki, insanın mental sağlamlığına zərər verir. Çox detallara girmək istəmirəm, uzun tutmayım. Zorakılığa məruz qalmaq, bütövlükdə baxsaq hər növündən birlikdə, ilk növbədə insanın alçaldılmağı deməkdir. Alçaldılmaq da sözsüz ki, o özünə olan dəyəri zədələyən bir davranış olduğu üçün bu alçaldılma ilə birlikdə tədricən o özgüvən zədələnməsi yaşanacaq, öz reallığından şübhəyə düşməyə başlayacaq, şəxs verdiyi qərarlardan əmin ola bilməyəcək və nəticəsində də müəyyən psixoloji pozuntulara gətirib çıxara bilər. Yəni uzunmüddətli dəyərsizlik, özünə inamsızlıq, depressiya yarada bilər, qınanılmaq, tənqid edilmək və yaxud da uzun müddət zorakılıq görmək təhlükə hissini artırdığı üçün təhlükə gözləntisi artacaq şəxsin və təşviş pozuntularına səbəb ola bilər və xüsusilə o travmaya səbəb olan hadisələrdən danışırıqsa, məsələn, cinsi istismara məruz qalırsa, yaxud həyatını təhlükəyə atacaq qədər fiziki istismar yaşayırsa, bu halda artıq fərqli travmatik pozuntular dediyimiz, travma sonrası stres pozuntusu yarana bilər və yaxud hadisə olduğu vaxtdan növbəti 1 ay, 3 ay ərzində davam edən o stresə uyğunlaşma ilə bağlı adaptiv pozuntular yarana biləcək. Bunlara da səthi baxsaq, əlamətləri nələrdir? Travma sonrası stres pozuntusunun əsas əlamətlərindən biri şəxsin daim eyni şey olacaqmış kimi bir gözlənti içində olmağıdır. Paranoyaklıq da ola bilər, amma bu nəzərdə tutduğum daha çox travmatik bir hadisə olanda zehin bunu proses edə bilmədiyi üçün bir növ hadisə təkrar-təkrar yaşanır kimi olur zehində. Yəni, məsələn, cinsi istismar ola bilər bu və yaxud öldürülməklə üz-üzə qalma halı ola bilər. Flashbacklər dediyimiz təkrar zehinə gələn o hadisə ilə bağlı görüntülər gələ bilir insanın zehninə. Bu da ona görə olur ki, əslində travmatik təcrübələrdə zehnimiz normal vaxtda işlədiyi kimi işləmir. Yəni, hadisə zehində bitməmiş olaraq qalır bir növ. Yəni, biz pis bir hadisəni yaşayırıq, o hadisə bitirsə, bu bizim üçün travmatik olmaya bilər. Pis hadisədə yaşadım, içindən çıxdım, hətta güclü tərəflərimizi görə bilərik. Amma zehin əgər proses edə bilmirsə, bitməmiş kimi qalır və dolayısıyla zehin daim bir savaş-qaçış mübarizəsi içində qalır. Bu da uzun müddətli stres hormonlarının daimi istehsalı deməkdir, bədənin çox gərgin qalmağı deməkdir. Və travma sonrası stres pozuntusunda bu flashbacklər də əslində belə bir qaynaqdan gələrək tez-tez insanın zehninə gəlir. Hadisə bitməmiş kimi qəbul edilir deyə çox asan tətiklənə bilir insan. Məsələn, həyat yoldaşı deyək ki, tərəfindən və ya valideynlər tərəfindən ola bilər, fiziki zorakılıq görüb, ciddi ölüm təhlükəsindən üz-üzə gələcək həddə gələn birisi, başqa birisi sadəcə əlini qaldırıb danışanda belə bu dəqiqə məni vuracaq kimi bir qayğı içində, təşviş içində ola bilər və asanlıqla belə günlük həyatda tətiklənmələr ola bilər.
Yadına düşən o flashbacklərlə birlikdə zehin yenə də tam işləyə bilmədiyi üçün güclü bir kədər hissi gələ bilər, çökünlük gələ bilər. Bununla birlikdə ümumiyyətlə travmatik hadisələrə məruz qalan insanlarda, xüsusilə insan əli ilə edilən travmalarda bu çox sıx rastlanan bir şeydir. Məsələn, cinsi istismara məruz qalan biri ya da döyülən biri mən neynədim ki oldu ya da niyə mənə oldu? Özünü günahlandırmasın. Eynən başqa biri deyildi ya da mən bəlkə vaxtında reaksiya vermədim. Yəni bu azımsanmayacaq dərəcədə insanda özünü günahlandırma ilə göstərir öz simptomlarını da. Dolayısıyla bu qədər davamlı özünü günahlandırmaq yenə öz dəyərinin aşağı düşməyinə səbəb olacaq və bu da o travma sonrası stres pozuntusunda çox sıx rastlanan bir şeydir. İnsan bir növ zehnində ruminasiya dediyimiz halı təkrar-təkrar ssenarini yenidən canlandırır. Nə olsaydı, harda olsaydım, necə eləsəydim olmaya bilərdi, mənim rolum nə idi bunda? Bu qədər təkrarlanan şəkildə, yəni eyni bu ruminasiyanın hamsterlar olur, öz dairəsində fırlanan, yəni çarxda fırlanan buna bənzədirlər. Yəni eyni materialla eyni şeyi təkrar-təkrar işləməyə çalışırıq, amma gedəcək bir yer yoxdur. Nəticəsində eyni döngünün içində zehin çox yorulur, bir nəticəyə çata bilmirik. Bunun nəticəsində də qaçınılmaz olaraq depressiyaya gətirib çıxardır bu. Bu və buna bənzər daha çox təsirlər də var. Artıq qeyd etdiyimiz kimi biz məsələni həm psixoloji, həm hüquqi tərəfdən yanaşacağıq. Ona görə Zübeydə xanımdan suallara davam edək. Mən Zübeydə xanım, mənə maraqlıdır. Azərbaycanda məişət zorakılıqla bağlı ən effektiv hüquqi mexanizmlər hansılardır? Mən istəyirəm biz praktikadan danışaq. Məsələn, təhlükəsizlik ordeni ilə bağlı proses praktikada necə öz yerini alır? Yoxdursa maneələr nələrdir? Əslində psixoloq çox yaxşı danışdı. Psixoloqun danışması bizə kifayət edir. Hüquqi biz bura yığılırıq və hələ də bu mövzunu danışırıqsa, deməli nəsə problem var. Yəni hüquqi proseduramızda, hüquq qanunvericiliyimizdə boşluqlar var ki, biz hələ də illərlə toplaşırıq, müzakirə edirik. Bu son illərin, belə deyim də, son illərin nəticəsi olaraq qanunvericilikdə biraz dəyişikliklər oldu. Çox cüzi də olsa. Hesab edək ki, mühafizə orderi. Çox cüzi dəyişikliklər. Nədir məsələn? Və bu dəyişikliklər də neçə illər bax belə toplaşmaqların nəticəsində baş verdi. Mən onu demək istəyirəm ki, yəni proses gedir, amma bu ləng gedir və psixoloqların işi ona görə çox olacaq. Çünki ortada belə tutarlı yapışa biləcəyimiz bir qanunvericilik yoxdur ki, qadınlar öz təhlükəsizliklərini təmin edə bilsinlər. Bu olmadığına görə elə bütün ömürləri boyu psixoloqa gedə bilirlərsə necə gözəl toparlana bilirlər. Gedə bilmirlərsə travmalar üst-üstə yığılır. Heç artıq elə mərhələyə gəlir ki, artıq həyatlarından belə deyim də belə vaz keçirlər. Bəzən heç insanların xəbəri olmur onlar travma yaşayır. Çünki heç özləri bilmirlər, özləri bilmirlər. Hüquqi mexanizmə gələnə qədər zorakılıq əslində bəyan edilməlidir bir yerdə. Bəzən zorakılıq bəyan da edilmir. İndi bu tədbirlərin keçirilməsi əslində yaxşıdır. Çünki indi texnika əsridir və hamının əlində telefon, kompüter, nə bilim informasiya çıxış var. Hətta qadın dəstək xəttləri də var. Bu tədbirlərlə onlar ən azı məsələn hüquqi proseduranı bilməsələr də, məsələn psixoloqun söhbətlərindən, vəkillərin, hüquqşünasların söhbətindən nəyisə başa düşürlər və ona uyğun da hərəkət edirlər. Əslində anlayırlar ki, içində olduqları durum normal deyil. Normal deyil, bəli. İndi gələk bizim yaralı yerimizə sizin sual verdiyiniz mühafizə orderi məsələsinə. Mühafizə orderi ilə bağlı Vəfa da burdadır. Biz çox bu məsələləri müzakirə etmişik. Mühafizə orderi ilə bağlı bizim çox böyük gözləntilərimiz var əslində. Nədir onlar? Gözləntilərimiz odur ki, o mexanizm işləsin. Bu çox yaxşı əslində mexanizmdir və dərhal effekt verən mexanizmdir. Amma bizim ölkədə bizim mövcud qanunvericiliklə bağlı böyük problemlərimiz var. Hələ hindi biz icra hakimiyyətlərinə başa sala bilmişik ki, ümumiyyətlə order, mühafizə orderi nədir? Mən əvvəllər zəng edib... Bu da istəyirdim, üzr istəyirəm, elə bir giriş verək. Nədir mühafizə orderi? Mühafizə orderi budur ki, mən belə loru dildə deyim ki, mühafizə orderi nədir? İlkin mərhələdə bu qadın özünü müdafiə etmək istəyirsə, çünki buna əksər vaxtı qadınlar müraciət edir. İndi biz zorakılıqla bağlı toplaşmışıq. Ona görə kişilərlə bağlı çox danışmaq istəmirəm. Çünki müraciət edənlərin də %99% ilə qadınlar olur. Obyektiv qadınlar. Onların yaxın qohumları tərəfindən onlara olacaq məişət zorakılığı çərçivələri içərisində, məsələn, iqtisadi, fiziki və yaxud da cinsi, fiziki, bunu biraz daha böyük formada dedim, amma psixoloji və iqtisadi zorakılıqdan heç olmasa, iqtisadi zorakılıqla bağlı düzdür, hələ belə praktika yoxdur, amma ən azı tanımırıq onu.
Bilmirik. Bəli, içində yaşayırıq Amma- və bilmirik ki, iqtisadi Amma birini zorakılığa qoyub birinə məruz. danışıram. Aha. Belə başa salım ki, iqtisadi zorakılıq nədir? Qadın işləyir və onun pul kartı kişinin cibindədirsə, bu artıq iqtisadi zorakılığın içərisində olmaq deməkdir. Amma mühafizə orderinə ən çox biz nə zaman müraciət edirik? Qadın davamlı psixoloji zorakılığa məruz qalırsa və onu məcbur olaraq biz icra hakimiyyətinə, bu özü də böyük sual altındadır. Mən mühafizə orderindən başlasam biz gərək axşamacan burada qalaq. Psixoloji zorakılığın müvəqqəti qarşısını almaq üçün bir kağızdır. Bizə bir səhifəlik belə deyim də qərar verirlər və bu da bizim icra hakimiyyətlərinin əlindədir. Biz müraciət edirik. Əvvəl biz ümumiyyətlə icra hakimiyyətlərini başa sala bilmirdik mühafizə orderinə də. Sonradan beynəlxalq təşkilatların dəstəyi ilə Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə işi nəticəsində doğrudan da bu çox yaxşı iş oldu. Düzdür, uzun müddətli iş oldu, amma çox effekt verdi. Onlar icra hakimiyyəti nümayəndələrinə davamlı olaraq bu barədə məlumat verdilər, təlimlər keçirdilər və özləri də şəxsən nəzarət etdiklərindən sonra artıq mühafizə orderinin sayı da artmağa başladı və bu dərk edildi ki, mühafizə orderi nədir? Əvvəllər məsəl üçün mən mühafizə orderi üçün müraciət edirdim. Bir neçə həftədən sonra yadlarına düşürdü ki, hə belə bir müraciət var və biz baxaq görək bunlar nə istəyirlər. Amma indi artıq çox belə deyim də mən məsələn öz adıma deyim vəkil kimi mən məsələn bir il ərzində bir 20-yə yaxın mühafizə orderi ala bilmişəm və rahatlıqla ala bilirəm bunu. Müraciət edirəm, komitə nəzarət edir və mən mühafizə orderi ala bilirəm. Düzdür, bunun icrası nə dərəcədə sual vermək istəyirdim ki, hüquqi sanksiya nədir onun arxasındakı? Bu belə bir şeydir ki. Çünki bilirsiniz, sizin dediyinizdən belə başa düşdüm ki, bürokratik məsələlər az da olsa həll olunub. Bəli. Tutaq ki, biz aldıq mühafizə orderini. Heç bir anlayışı olmur. Bizim indi podkastımız lentə alınır və yayımlanacaq. Heç bir mühafizə orderindən anlayışı olmayan auditoriya üçün istəyirəm izah eləyəsiniz. Tutaq ki, bürokratik məsələlər həll olundu. Hətta qadın da ona qarşı olan məişət zorakılığına cəsarət elədi, bəyan elədi. Siz də onun üçün order İdeal aldınız. bir mühit. Nədir bu orderin arxasındakı hüquqi sanksiya? Bu odur ki, qurbanın Aha. onu belə deyim də abuse edən adam, o kişini çağırırlar birinci icra hakimiyyəti. Bu müvəqqətidir, bir aylıq bir mühafizə orderidir. Çağırırlar və deyirlər ki, bax, sənə icazə yoxdur qadına yaxın düşməyə, telefonla zəng eləməyə, məsələn, evinə yaxın getməyə. Əgər sən bu qaydaları pozsan, səni İnzibati Xətalar Məcəlləsi ilə filan məsuliyyət gözləyir. Xəbərdar edirlər və kişi bir ay bundan xəbərdar olur. Yəni bu artıq belə deyim də bizim belə başa düşəcəyimiz məhkəmə qərarı kimi bir sənəddir. Sadəcə çox bir aylıq müddət nəzərdə tutur və bu əslində normalda effekt də göstərir. Yəni bizim əlimizdə sənəd olur ki, biz məsələn qadın psixoloji təzyiq altında saxlayan insandan bir müddət uzaqlaşa bilsin və sonra da effekt göstərir. Əlbəttə bu əslində normalda çox effektiv tədbirdir və kişi ilə də profilaktik söhbətlər aparılır. Bu yaxşı bir şeydir. Yox, əgər kişi yenə də öz o belə deyim də o qaydaları pozursa, məsəl üçün yenə o qaydanı pozur və yaxud da müddət bitəndən sonra yenə də təzyiq altında qadını saxlayırsa, bilməm durmadan zəng edir, nə bilim nə edirsə, incidirsə onu biz artıq məhkəməyə çox rahatlıqla, mən özüm şəxsən almışam mühafizə orderləri, məhkəməyə müraciət edib artıq 6 aylıq mühafizə orderi ala bilirik. Bu da çox yaxşı effekt göstərir. Buna icra şöbəsi nəzarət eləyir və dərhal əgər pozuntu varsa, dərhal belə deyim də, xəbərdarlıq ediləndən sonra cinayət işi başlanır və iş verilir Təkrarı istintaq. pozulmasın. Əgər həmin adam, kişi məsələn deyək, indi çox vaxt kişilər olur, müraciət edirik və onun barəsində tədbir görülür. Zübeydə xanım, bəs Bu qadın təhlükəsizliyi üçün ilkin tədbirdir, belə deyim. bəs fiziki şiddət görən qadınlar üçün məsələn beynəlxalq praktikada uzaqlaşdırma qərarı var. Bizdə necədir? Fiziki şiddət görmə, baxın, uzaqlaşdırma qərarı bizim dildə mühafizə orderi adlanır. Amma fiziki şiddət görürsə, artıq bu bizim keçir Cinayət Məcəlləsi ilə və yaxud da İnzibati Xətalar Məcəlləsinin tənzimlənən normalara. Fiziki şiddət görürsə, bizdə indi Azərbaycanda bu məsələyə polis baxır. Biz dərhal polisə müraciət etməliyik. Polis müvafiq sənədləri hazırlamalıdır. Ondan sonra artıq onun barəsində əgər fiziki şiddət görsə, əlbəttə ki, bilirsiniz bizdə belə qəbul olunub ki, fiziki şiddət görsə mütləq xəsarət izləri olmalıdır. Bəli, ekspert rəyi olmalıdır. Ondan sonra tədbir görülür. O da xəsarət izinin dərəcəsindən asılıdır. Əgər müəyyən edə bilirlərsə,
aha bu keçir cinayət məcəlləsinin tənzim edilən normalara. Yox, əgər xəsarət dərəcəsi yüngüldür, belə deyim də, müəyyən olunmamış, məsələn bir şillə vurub, bu artıq inzibati xətalar məcəlləsində tənzimlənir. Orada da həbs var, orada da cərimə var və yaxud da cinayət normalarının tənzimlənirsə, orada artıq digər müvafiq tədbirlər görülə bilər. Biraz çox danışdım. Çox maraqlı oldu mənim üçün də. Və əslində məsələ burasındadır ki, amma bizim bir kollektiv mədəniyyətimiz var, hansı ki, o mədəniyyətdə Yavaş-yavaş çıxırıq. yüngül izlər, yüngül problemlər üçün çox təəssüf ki, qadınlar əksər hallarda səsini çıxartmırlar və bu bizim mədəniyyətdə səbr et və döz kimi normalar var. Və ümumilikdə biz hətta sonradan günahlandırma da var. Yəni qadın hər hansısa bir məruz qalıbsa, fiziki şiddətə məruz qalıbsa, sağdırsa, yəni öldüsə günahkardır zaten, bunu bilirik. Özünün də bir səhvi var idi Qadın kimi bir. istənilən halda günahkardır. Bəli, özünün də yəni cəmiyyətin onu günahlandırma bir mexanizmi var zaten. Amma mənim üçün indi əsas məsələ, müzakirə etmək istədiyim əsas məsələ budur ki, biz zorakılığa məruz qalıb da səsini çıxaran qadınlara həm də cəmiyyətdən bir baskı olur ki, səbr et, döz və bu cür kimi yanaşma necə təsir edir? Yəni artıq bir qadın travmatik akt yaşayıb, travma yaşayıb, artıq qərar da verib ki, ona kömək lazımdır, müraciət edib, kömək edib, artıq o situasiyadan çıxma mərhələsindədir. Lakin bizim cəmiyyətimizin normativləri onu günahlandırır, onun özünü günahlandırmasına səbəb olur. Və bu hallarda ümumiyyətlə cəmiyyətin bu düşüncəsinin qadının travmalarının sağalmasına, onun ümumilikdə sağalmasına təsiri necədir? Bundan danışaq. Sağalmadan əlavə məncə yaranmasında da təsiri çox böyükdür. Çünki onsuz da o travmanın mexanizmindən, zorakılığa məruz qalmanın mexanizmindən dolayı bayaq danışdığımız kimi özünü günahlandırma meylləri çox artır. Və bu o deməkdir ki, mənim reallığımı başqa birisi inkar eləyir. Yəni validasiya olunmuram. Yəni mən görürəm bir şeyi, deyirəm ki, bu ağdır, başqa biri gəlir deyir ki, yox bu qaradır. Bu belə sən gördüyün kimi deyil. Yəni ilk növbədə insanın ağlıyla oynamaq deməkdir. Və əgər insanın reallığıyla birisi oynayırsa, reallıq sənin gördüyün kimi deyirsə, sözsüz ki, verdiyi heç bir qərara da güvənə bilməyəcək, öz dəyər də aşağı olacaq. Dolayısıyla digər psixopatologiyaların yaranmağına da çox açıq zəmin hazırlanmış olacaq. O yüzden sağalma prosesində də bunun çox-çox vacib rolu var ki, ətrafdakı mühitdən bir sosial dəstək resursu olsun, dəstək ala bilsin insan. Yəni birinin çıxıb deməyi lazımdır ki, bu doğru deyil. Yəni ən bəsit görünən şeydir, amma sadəcə birinin bunu deməyi belə ki, sənə düz edilmir, sənə yaxşı gəlmir bu edilən şey. Bu cümlə belə aydınlanmağına kömək edə bilər insanın. Çünki onsuz da zorakılıq insanın obyektiv dəyərləndirməsinə zərər verir. Bu səbəbdən yəni ilk edilməsi gərəkən şey o sosial dəstək sistemini yaradanda da bəlkə heç nə gəlməyə bilər ətrafdakı insanlar. Yəni bəlkə nə bilim hüquqşünasa yönləndirə bilməyə bilər, onu evdən təmin edə bilməyə bilər, amma ən azından yaşadığın şey realdır. Yəni belə bir şey olduğunda pis hiss eləməyin, belə bir şey olduğunda buna etiraz eləmək istəməyin normaldır. Çünki insansan və təhlükəsizlikdə olmaq sənin ən birinci, ən təməl haqqındır. Əslində heç kimin heç nə deməməsi həm də yeni bir bariyerlərin formalaşmasına səbəb olur. İnsanların kömək istəmək məsələsini çətinləşdirir. Yəni biz çox əksər hallarda görürük ki, onlar duysalar, bilsələr də, yəni nəsə yolunda getmir, insan fərqindədir ki, onun həyatında nəsə yolunda getmir. Amma kömək istəmirlər. Əsas problem düşünürəm ki, budur ki, onlar kömək istəyə bilmirlər və bu kömək istəməməyin səbəbi şəxsi səbəblərdir, yoxsa daha çox ətrafındakı insanlardır? Bilirsiniz, insan əslində ünsiyyətdə qarşı tərəfin danışığının necə təsir elədiyini bilsin deyə, yəni bilə bilmək üçün daha doğrusu müəyyən bir emosional fərqindəliyin olmağına ehtiyac var. Təəssüf ki, bizim belə cəmiyyətimizdə o psixologiya ilə bağlı da məlumat çox deyil, emosional fərqindəlik də çox deyil. O yüzden çox məsələn insan təhsilli ola bilər, nə bilim dünya görüşü ola bilər, amma baxarsınız ki, o kimlənsə danışanda başa düşmür ki, niyə pis hiss elədi sonrasında. Məsələn, birinlə davamlı görüşür, amma sonrasında pis hiss eləyir. Sadəcə bunu bilmir ki, niyə pis hiss eləyir. Amma araşdırdığınızda bunu görə bilərsiniz ki, ona görə pis hiss eləyir ki, qarşı tərəfin nitqində məsələn günahlandırıcı ifadələr çoxdur və yaxud invalidasiya eləyən yanaşmalar çoxdur. Belə olan halda da təbii ki, o insanla ünsiyyət, yəni fərqində deyilsə ki, mənə nə pis təsir eləyir,
o insanla ünsiyyət davam eləyəcək. Davam elədiyi müddətcə də o invalidasiyalar davam etdiyi üçün insanın özünə olan inamı daha da aşağı düşməyə başlayacaq. O yüzden bunun birincisi fərqində olmaq lazımdır ki, qarşı tərəf mənə nə deyir? Dediyi şey mənə fayda mı verir, zərər mi verir? Mənim burada təhlükəsizliyimi, yaxşılığımı, rifahımı önəmsəyirmi, yoxsa sadəcə bilinən stereotiplərdən yola çıxaraq dözməlisən, norma budur, belə də olmalıdır kimi mi yanaşır? Bunu ayırd etdikdən sonra artıq bu mümkün olacaq ki, o insanlarla sərhəd qoysun və yaxud o insanlara bu da mümkündür. Deyib, bilirsən, bu elədiyin şey mənə fayda vermir, mənim yaxşılığım üçün dinləyirsənsə, o şəkildə dinlə, tənqid eləmə, qınama. Bunu desə, ola bilər ki, qarşı tərəf dəyişməyi seçsin, ola da bilər ki, dəyişməsin və əslində düz olan mənim dediyimi desin. Bu halda da şəxs məsafə qoymağı yoxlaya bilər ki, bu adam mənə yaxşı gəlmir, bu adam mənə dəstək olmur, mənim reallığımı inkar eləyir. Yəni, qarşılıqlıdır deyərdim müəyyən qədər bu. Çox maraqlı nüansdır əslində, çünki digər tərəfdən sosial norma var. Orta bir normativ var, hansı ki o normativ uzun əsrlər, hətta uzun illər deməyəcəm, az qala uzun əsrlər dözüb oturmağı normativ kimi görüb. Və həmin o normativi artıq qəbul edib həzm etmiş insanlar üçün, yəni yaşlı nəsil deyək, bəzən hətta cavan insanlar belə olur ki, bu düşüncədə olar, onlar üçün bu problemdir əslində. Mənim reallığım, mən başa düşürəm ki, mən bir problemin içindəyəm, mən bu problemi qəbul etməli deyiləm ya da mən dəyişə bilərəm həyatımı deyən insana da ayrıca bir baskı olur. Çünki onların da öyrəndiyi bir normativ var və çox təəssüf ki, biz hələ də o qədər möhkəm danışa bilmirik ki, biz izah edək ki, zorakılıq normativ deyil. Zorakılığın normativləşdirilməsi bir problemdir və əlbəttə sizin daha yaxşı təcrübəniz var, siz daha yaxşı bu insanlarla işlədikcə bilirsiniz ki, amma mənim üçün maraqlı olan odur ki, ümumilikdə artıq bunu problem normativdədir, məndə deyil deyə bilən insanlar bununla asanmı başa edirlər, yoxsa hələ də o insanlar üçün çətindir, yəni get-gəlləri olurmu bu məsələdə? Sözsüz ki, çox çətin olur ümumiyyətlə bu mərhələyə gəlmək. Elə bir mühitdə böyümüşüksə, yəni zorakılığa məruz qalan şəxs onsuz da özü də normal olaraq bunu öyrənib deməkdir. Çünki dünyaya gəldiyimizdə ətrafla bağlı bizim fikirlərimizi nəticədə içində yaşadığımız mikro mühitimiz ailəmizdir. Biraz ondan böyüyü, nə bilim, bağçadır, məktəbdir, qonşudur, qohumdur, ümumi içində yaşadığımız sistemdir. Hamısı bizim dəyərlərimizə, həyata baxışımıza təsir eləyir. O yüzdən bir çox halda onsuz da zorakılığa məruz qalan şəxs də özü bunu norma kimi qəbul eləmiş olur. Ətrafdakıların da bunu daha da möhkəmləndirməyi, şərtləndirməyi ki, yox, əslində düz olan onsuz da buna dözməyindir, biraz daha etiraz eləməyi çətinləşdirir. Buna kömək eləyən şey bəlkə yenə də ətrafdan indi biraz daha bu baxımdan şanslıyıq ki, daha da yaygınlaşır. Yəni bu haqların müdafiəsi ilə bağlı qurumlar əlçatandır, qaynaqlar əlçatandır, ən azından sosial medianın istifadəsi belə bunlarla bağlı fərqindəliyi artırır deyə indi biraz daha asanlaşıb. Auditoriyadan sual var, Nəzrin? Siz qeyd etdiniz ki, mühafizə orderi, məsələn, elementar statistik məlumat paylaşdınız ki, bu il hələ 20-yə yaxın mühafizə orderi almısınız. İlk sualım olacaq ki, bu Bakı şəhərinə aiddir, statistik olaraq mənə maraqlıdır. Ya bura regionlarda daxildir, bu bir. İkincisi, regionlarda, yəni ümumiyyətlə bu yöndə qadınları xüsusilə maarifləndirmək üçün nələrsə görülürmü ümumiyyətlə? O sualı mən də verəcəydim, buyurun. Aleykümselam. Mühafizə orderinin, mən bəlkə də yanılaram, 20 dedim, biz çox müraciət edirik, az-çox indi bu çox böyük rəqəmdir əslində bizim üçün, uğur hesab edirik. Çoxu, bəli, çoxu Bakı şəhərində olur, amma rayonlara da müraciət edirik. Məsələn, bu yaxınlarda Lənkəran rayon icra hakimiyyətinə müraciət elədim. Bir yetkinlik yaşına çatmış qızdır, 20 yaşında qız, ailədən şiddət görürdü, fiziki də olmuşdu, amma nəsə indi Bakı şəhərində idi. Amma biz yenə də Lənkərana müraciət etmişdik həmin dövrdə və mənə icra hakimiyyətinə zəng elədilər, dedilər ki, imtina elədilər bizə mühafizə orderi verməyə, təsəvvür edirsiniz. Dedilər ki, biz o qızın ailəsi ilə danışmışıq, onlar elə ailə deyil.
Rayonlarda mən mühafizə orderi almaqda böyük çətinliklər çəkirəm. Biz onlara başa sala bilmirik. Bakıda yenə bilirsiniz, Bakı mərkəzdir. Az-çox artıq burada insanlar sosial şəbəkələrə baxırlar. Elə icra hakimiyyətinin adamları özləri olsunlar. Burada təlimlərə yığışırlar. Artıq məlumatlıdırlar və bizim israrımızdan nəticə çıxarda bilirlər. Amma bölgələrdə bu problemdir. Bölgələrdə ümumiyyətlə polisə müraciət edən qadınlar da azdır. Bölgələrdə boşanmaq istəyən qadınlar da azdır. Bölgələrdə qadınlar ömürlərinin axırına qədər həmin o şiddətin qurbanı olurlar və onların uşaqları da, övladları da o şiddətlə böyüdüklərinə görə onlar da şiddətə meyilli olurlar və onların qurduqları ailələrin də belə deyim əziyyətini biz çəkirik. Gəlirlər vəkilə, məlum olur ki, kişi adamı döyüb, nə bilim, məsəl üçün məndə indi bir iş var idi. Onu da deyəcəm sizə. Hamilə arvadını döyüb, 15 illik arvadıdır. Məhkəmə prosesimizdir və adamın vəkili deyir ki, bir şilləklə boşanmazlar. Yəni bunu vəkil deyir. Yəni biz hələ müzakirələr etmək yaxşıdır, amma o təfəkkür var. Bax, o qadınlar ki, biraz özlərini təhlükəsiz hiss eləsinlər, həkimə, psixoloqa, bilmirəm, vəkilə müraciət etsinlər. Hələ çox yavaş-yavaş gedirik. Bizim müzakirə etdiyimiz o praktikalar ki, dediyimiz çox az faizdir. Çox az, ancaq görünən. O da vəkillərin, psixoloqların hesabına görünən faizdir. Əslində bölgələrdə vəziyyət çox pisdir. Təkcə məişət zorakılıq qurbanı deyirlər, həm də cinsi istismar qurbanı olurlar. Bilmirəm, çox, yəni proseslər çox olur. Tək qadınlar yox, uşaqlar da həmin o halların, o cinayətlərin qurbanı olurlar. Sadəcə bizim çatımımız yoxdur onlara, nə də onların bizə. Mən tam bu mövzuda sual vermək istirdim. Stereotiplərdən danışdıq. İstirdim bunu hüquqi mexanizmlərlə stereotiplər arasındakı əlaqəni də müzakirə edir. Çünki sizə artıq bir qadın müraciət edirsə, o demək ki, stereotipləri qırıb. Artıq sizə müraciət edib, bəli. Amma olurmu ki, praktikada görürsünüz ki, mədəni stereotiplər sizin önünüzü bağlayır, nəinki hüquqi mexanizm. Məsələn, artıq xanım, əslində ona bir misal çəkdiniz, artıq zorakılıq qurbanı sizə müraciət edir, amma onun ətrafı ona mane olur. Və yaxud da ətrafınızda şahid olmusunuz ki, məişət zorakılığı qurbanıdır, amma heç ümumiyyətlə müraciət eləmək istəmir. Hüquq fakültəsində oxuduğum dövrlərdə mülki-prosessual hüququ müəllimim bir cümlə işlətmişdi. Ömrü boyu unuda bilmirəm, çünki gündəlik həyatda tez-tez rastlaşıram və işlədirəm. Deyirdi ki, Azərbaycanda adətin sanksiyası hüququn sanksiyasından güclüdür. Düz deyib kimsə. Və demək olar ki, mən bu cümləni bir ayda 10 dəfə işlədirəm. Çünki təəssüf ki, elə hadisə ilə rastlaşıram ki, görürəm ki, həqiqətən də adətin sanksiyası işləyir. Burada bəlkə praktikanızda olar, bir qadın sizə müraciət eləyər, amma ətrafı icazə verməz. Və yaxud da ki, özünün təfəkkürü icazə verər. O qədər olur. Əslində giriş verdiniz mi? Bizə əgər qadın müraciət edirsə, bu deməkdir ki, o artıq uzun bir yoldan keçib gəlib. Bəli. Yəni uzun bir yoldan keçib gəlib, amma bu demək deyil ki, hə bu vəsə, yəni qadın cəsarətini topladı, gəldi, çıxdı vəkilin və ya polisin yanına, bu ilə iş bitdi. Mübarizə buradan sonra başlayır. Normalda buradan sonra mübarizə başlamalıdır, amma o adət, o stereotiplər onun da qarşısını alır. Bizdə o qədər olub ki, qadınlar son nəticədə tutaq ki, nikahın pozulmasına razılıq verirlər, məhkəməyə gedirik. Məhkəmənin son anında məlum olur ki, yenə də həmin situasiyaya qayıtdılar və biz əlbəttə ki, heç nə deyə bilmirik. Nə deyək, qadın barışdı. Mən bilmirəm, mən səhifəmdən bəlkə də izləyirsiniz, mən arada məhkəmə praktikalarını paylaşıram və sual qoyuram ki, indi bəs məhkəmə nə elədi? O qədər döyülən qadınlar var ki, və son nəticədə biz görürük ki, məhkəmə heç bir cəza vermir onu döyən adama, çünki qadın şikayətini geri götürür. Bax, o stereotiplər, o adət-ənənə, o ətrafdakıların fikri, məsləhətləri məcbur edir ki, qadını məcbur edir ki, o özünü heç saysın. O öz qürurundan keçsin və tezdən cəmiyyət belə tələb edir deyənə o situasiyaya qayıtsın. Amma ondan əziyyət çəkən, yəni bizim cəmiyyət anlamalıdır ki, ondan əziyyət çəkən cəmiyyətimiz olacaq, o uşaqlar olacaq. İndi bilmirəm, xəbərləri izləyirsinizmi yoxsa, tez-tez yeniyetmə uşaqların bir-biri ilə bağlı, psixoloq daha yaxşı bilər, o bir-birinə qarşı olan o cinayətləri barədə xəbərlər yazılır. Biz araşdırsaq görərik ki, hamısı travma qurbanı uşaqlardır. Ömür boyu ailələrində bax bu travmaları görürlər və son nəticədə cəmiyyət əziyyət çəkir. Ona görə belə deyim də, o stereotiplərlə nəinki psixoloqa və biz şəxsən vəkil olaraq
mən, məhkəmə, polis biz hamımız mübarizə aparırıq, amma hələ uduzuruq. Hələ son nəticəyə Onu gəlir çıxa deyəcəydim ki, bəs inkişaf hansı istiqamətdədir? Yəni deyə bilərik irəliləyirik, yoxsa geri gedirik? Uduzuruq dediniz? yox, uduzuruq əlbəttə, amma bir Sayı etibarilə. əvvəllər heç belə deyim də polisə falan müraciət edəndə və yaxud da digər dövlət qurumlarına müraciət edəndə heç qadın müraciətinə baxmırdılar. Deyirdilər, ərindir, get barış. Amma indi nə yaxşı bu məişət zorakılığı məsələsi danışılır, müzakirə edilir, sosial şəbəkələrdə qadın qətillərlə bağlı xəbərlər var, intiharlar. İctimailəşdirilir hadisələr. Bəli, buna görə də artıq polis qurumlarında da davamlı bu barədə təlimlər falan keçirilir, başa salınır. Artıq polis özü də barışdırıcı mövqe sərgiləmir və məhkəməyə gedən işlər onu göstərir ki, artıq polis barışmaq məsələsinə baxmır. İşi verir məhkəməyə. Qoy məhkəmədə barışsınlar. Çünki o qədər tənqidlərdən yəni bir nəticə çıxarılıb. Yəni barışmaq məsələsi məhkəmədə həll olunur. Bu artıq hakimin bir vəzifəsidir barışdırmaq. Siz dediniz ki, qadın artıq əgər bağışlayırsa, artıq cəza almır. Bəli, azalır. Genər əsaslı zorakılıqdan savayı digər zorakılıq növlərində də belədir? Yəni barışdımsa və salam, yoxsa bu sadəcə məhz genər əsaslı zorakılığa, yəni məişət zorakılığına aid bir məsələdir? Eyni məsələdir. Həm gender əsaslı, həm də adi. Yəni bizim cinayət qanunvericiliyi belə tənzimlənir. Əgər böyük ictimai təhlükə törətməyən və ya azar cinayətdirsə, adamlar da barışıblarsa, məhkəmə güzəştlərə gedə bilər. Məsələn, böyük ictimai təhlükə törətməyən cinayətlərdirsə, elə məhkəmədəcə barışdıqlarına görə xitam verir və həmin adam məsuliyyətdən kənar qalır. Bu var da, indi o düzəlmir. Bizim istədiyimiz odur ki, biz dəfələrlə məsələn qanunvericilik təkliflər veririk ki, yəni barışıq mövqeyi sərgilənməsin. Yəni adamlar məsuliyyətə cəlb olunsunlar. Çünki həmin adamların təkrar o cinayəti etdiyinin şahidləri oluruq. Və ona görə də biz bunu istəyirik ki, bu necəsə belə deyim də bu qadının döyülməsinin qarşısı alınsın. Çünki qadın döyülür, sonda nə baş verir? Qətl baş verir. Şəxsən mənim öz təcrübəmdə mən bu yaxınlarda yazmışdım. 2 qadını bax biz bu səbəbdən itirdik. Şəxsən bax bu döyülməklərinin qurbanı oldum. Müraciət etdik, nə bilim nigahın pozulması üçün müraciət etdik. Son nəticədə yenə də qadın yəni öldürüldü. Bu çox təhlükəli bir şeydir. Bunun üçün bir sos olmalıdır. Əslində bu tədbirlər çox yaxşı şeydir ki, müzakirə aparılır, amma qanunvericilikdə mütləq dəyişdirilməlidir. Mütləq daha ciddi tədbirlər görülməlidir. Yəni daha çox demək siz ictimai əsaslı ittihamla cinayət məsuliyyətinə cəlb olunmalıdır, yoxsa necə? Yəni barışdırma burada rol oynamamalıdır. Yəni zorakılığı məsələsi ayrıca cinayət kimi bizim qanunvericiliyə salınmalıdır. Və yəni burada barışdırılma rol oynamamalıdır onun üçün yeni mexanizm. Bəli, bilirsiniz, barışdırma rol oynamalıdır, oynanılmamalıdır. Bunu mən konkret belə deyə bilmirəm. Çünki baxın, Azərbaycanda statistika hazırlayan qurumlar var və onlar bu nəticəni hazırlayıb təqdim etməlidirlər ki, bax bir statistika aparmalıdırlar, praktikaya baxmalıdırlar, bilməm qurumlardan o monitorinqin nəticələrini almalıdırlar və qərar verməlidir. Məsələn, mən burada otururam, mən öz işimə baxıram, deyirəm, aha, 10 qadın döyüldü, onu nə bilim əri məsuliyyətdən kənar qaldı. Belə olmaz, qanunvericilik dəyişdirilsin. Amma mən bu gördüyüm məsələdə, görmədiyim də məsələlər var axı. Ona görə bu dinamikanı göstərən bir normalda bilirsiniz, bu işlərlə dünyada qeyri-hökumət təşkilatları məşğul olurlar və statistikalar ortaya qoyurlar. Sonra da qanunverici orqan təqdim edirlər və qanunlar hazırlanır. Bizdə indi mən bilmirəm də belə qeyri-hökumət təşkilatları varmı, qalıbmı? Burada vəziyyət necədir? Amma bilirəm ki, belə statistika hazırlayan bir dövlət qurumu var və mən çox şad olaram yəqin. Çünki yəni o rəsmi formada bu dinamikanı göstərməlidir, qanunverici dəyişir. Sorğular hazırlasınlar, bir ortaya bir statistika qoysunlar. Bəlkə biz səhv deyirik, bəlkə biz səhvi. Onlar qoysunlar ki, yox. 10 dənə qadın döyülür, məsələn 8 dənə qadın döyülür və buna uyğun da qanun hazırlansın. Yoxdur belə bir statistikalar. Əziyyət çəkirik. Əslində biz həqiqətən bilirik ki, zorakılıq yaradır. Dediyiniz uşaq artıq azyaşlıların zorakılığa meylli olması, bu bir faktor ki, cəmiyyətdə zorakılığın hansısa halı normallaşdırılırsa ki, bizim nümunəmizdə gender əsaslı zorakılıq, məişət zorakılığı əksər hallarda normallaşdırılır və bunu normal qəbul etməyən qadın günahlandırılır, hətta yekunda gəlir özü tərəfindən günahlandırılır. Və gətirib ona çıxardıb ki, bugün həqiqətən də biz görürük ki, zorakılıq normallaşdırılır. Uşaqlar da zorakılığa daha meyllidirlər və bu bizdə kollektiv
bir travmalar yaradır. Yəni bu zəncir kimi bir-birinə təsir edir və insanlar küçədə görürük, nəqliyyatda görürük. Həqiqətən mən harda baxsam görürəm ki, biz artıq bir aqressiya dərəcəsi bizim cəmiyyətdə bir-birinə qarşı bir-birini incitmək istəyi, bir-birinə qarşı bir hansısa bir necəsə zorakılıq etmək istəyi çox güclənib. Və bu da faktor ki, bir zorakılıq normallaşdırılırsa, digər zorakılığın digər halları da artır. Yəni bu sadəcə gender əsaslı zorakılığı, ailə içi zorakılığı artırmır. Bu cəmiyyətdə bir travma yaradır. Və mən istərdim ki, biz sizinlə məhz bu məsələnin cəmiyyətə təsirindən danışaq. Fərdlərə psixoloji təsirindən daha savayı həm də ümumi necə təsir edir? Ümumi olaraq biz nə kimi zərərlər görürük? Təbii ilk olaraq onsuz da o zorakılığın yaşandığı mühitədir, ailəyədir bunun təsiri. Yəni ilk növbədə orada başlayır. Zorakılıq edilən yerdə cütlüklərin yəni o cütlüyün hər iki fərdi nəticədə hər iki fərd zərər görür. Yəni təbii ki, ekstrem halları nəzərdə tutmuram. Yəni burada biraz ayırd etməkdə fayda var. Ümumiyyətlə ailə içi yaşanan zorakılığı. Əgər ki, fərdlərdən birinin digərindən açıq bir şəkildə qorxusu varsa, hədələnirsə, yəni bir iyerarxik bir münasibət varsa, bu biraz fərqli bir vəziyyətdir. Bizim dediyimiz əslində bu hüquqi dəstəyə də ehtiyac olan hallar bunlardır. Amma bəzən də belə olur. İki insanın bir araya gəlməyi özü çətin bir şeydir. Yəni idarə edilməsi çətin bir şeydir. Fərqli mühitlərdən gəlirlər. Hərənin özünün fərqli travmatik təcrübələri ola bilir və xüsusilə yeni qurulan ailələrdə cütlüklərin bir-birinə zorakılıq göstərməyi az görülən bir şey deyil. Birinin o birisinə fiziki ola bilər və ya sözlü ola bilər, psixoloji ola bilər. Bunların idarə edilməyinin ilk növbədə öyrənilməyi lazımdır. Bu da necə olur? Yaxşı ünsiyyət bacarıqlarından. Yəni cütlüyün bir-birini tətikləyici olmayan, bir-birini qıcıqlandıracaq, nə bilim özgüvənini zədələyəcək tərzdə olmayan danışıq tərzini öyrənmək lazımdır. Bir-birini daha dərindən, daha yaxşı tanıyıb o travmatik bəlkə o təcrübələri nələrdir, bunları tanıya bilmək lazımdır ki, o yumşaq nöqtələrə, həssas nöqtələrə dəyməsin və tədricən əlbəttə bu halda o ailədəki zoraki mühit də azalmağa başlayacaq. İndi zərərlərinə gəlsək, ilk növbədə o məsələn münaqişələri, konfliktləri idarə edə bilməyən cütlükdürsə ya da o pik hədlərdə danışdığımız iyerarxik bir tərəfin o birinin qorxutduğu halda zorakılıqdırsa, ilk növbədə bunu müşahidə edən uşaqlar özləri də öz ailəsində belə bir münasibət davam etdirməyi öyrənəcək. Çünki aldıqları rol model onsuz da budur. Öz yaşıdlarıyla da yəni ünsiyyət bacarıqları inkişaf eləməyib deyə onsuz da öyrəndiyi şey konflikt varsa, narazılıq varsa bunu güclü olan istədiyini alacaq, bu şəkildə həll eləyəcək. Sözsüz ki, öz yaşıdlarınla da münasibətləri bu şəkildə olacaq. Digər fərdlərlə də bir çətinlik yaşadığında bunu həll etmə bacarıqları olmayacaq və domino daşları kimi bu dolaylı olan hər birimizə təsir eləyir əslində. Bütün cəmiyyətin probleminə çevrilmiş olur. Bunun üçün də yəni ən vacib amil yaxşı ünsiyyət bacarıqları öyrətməkdir. Əgər ailə bunu bacarmırsa ki, az rastlanan bir şeydir əslində, bunu bacaran ailələr çox da sıx görmürük, heyf ki. Ailə bacarmırsa, ən azından bağçadan etibarən, məktəbdən etibarən, lap gecikmiş isə universitet dövründə yaxşı ünsiyyət bacarıqları, yaxşı konflikt həll etmə bacarıqları, emosional idarə bacarıqları öyrədilməlidir ki, ailədən gələni ən azından biraz tənzimləyə bilək. Çünki onun qarşısını almaq tamamilə böyük ehtimal mümkün olmayacaq, amma ən azından növbəti zərərlərin qarşısını bu şəkildə ala bilərik. Mənim bugünə çox sualım var idi, amma demək olar ki, elə cavabladınız ki, çox sualımın cavabını aldım və bu sessiyalıq sonuncu sualımı vermək istəyirəm. Zorakılıqdan danışırıq, zorakılıq var, onu tanıyırıq, təəssüf ki, amma bəs əgər sizin əlinizdə bir səlahiyyət olsaydı, zorakılığın qarşısını almaq üçün hüquqi savadlıq sahəsində konkret hansı işləri görmək istəyərdiniz? Ki, görürsünüz ki, o bizdə yoxdur, kaş olardı. Hüquqi savaddan əvvəl elə başlayanda biz dedik ki, zorakılığı ümumiyyətlə insanlar dərk etməlidir. Bunun üçün, birinci dərk etmək üçün mən həmişə özüm deyirəm, təkliflərimdə yazıram ki, birinci maarifləndirmə olmalıdır. Və maarifləndirmə hansısa sosial şəbəkədən yox, məhz televiziyadan olmalıdır. Çünki bizim insanların
bölgələrdə, nə bilim dağın başında, harda, kəndlərdə yeganə çatımı, informasiya çatımı televizordur. Televizor da insanlar maariflənməlidir. Maariflənməlidir, başa düşməlidirlər ki, ümumiyyətlə nə baş verir? Yəni zorakılıq nədir? Olmalıdır, olmamalıdır. Biz eləcə qadınlardan danışırıq, amma o zorakılıq edən adamlar var. Bax, onlarla bağlı hansı tədbirlər keçirilir? Dövlət hansı önləyici tədbirlər görür? Onlara psixoloji yardım olunurmu? Bu məcburidirmi? Bax, bu qalır boşluq kimi. Ancaq odaqlanmışıq tutaq ki, qadına. Bu tərəfi də zərərsizləşdirmək lazımdır ki, məsələn, gələcəkdə 10 qadın yenə də zorakılığın qurbanı olmasın. Ona görə mən düşünürəm ki, hüquqi savaddan öncə birinci elə maarifləndirmə getməlidir ki, ümumiyyətlə zorakılıq nədir? Olarmı, olmazmı? Bu artıq keçdi hüquqi tərəfdən. Əlbəttə ki, yeganə Səni nə gözləyir əgər zorakılıq etsən? Mütləq maarifləndirmənin onsuz da içində o hər yerdə odur ki, bax sən bunu etməməlisən. Edirsənsə, bax bu tədbirlər görməlidir. Biz mən ən qədər təkliflər hazırlayıb təqdim etmişəm. Düzdür, bu müzakirə olunur, amma hələlik heç bir irəliləyiş yoxdur. Amma yenə də biz qadın hüquqlarına məşğul oluruq. Ona görə bu sahədə çox işləyirik, intensiv işləyirik ki, yəni dəyişiklik olsun. Əsas xahişimiz, istəyimiz, belə deyim də, ondan ibarətdir ki, məişət zorakılığı məsələsi bu bir əsas məsələ kimi, yəni qadınların əzilməsinin qarşısını almaq üçün bizim qanunvericiliyə salınsın. Yəni cinayət qanunvericiliyinə, inzibati xətalar məcəlləsinə məhz məişət zorakılığı ilə bağlı konkret normalar salınsın. Bu çox önəmlidir. Çünki cinayət məcəlləsində biz məişət zorakılığı ilə bağlı məsələ görməyəcəyik. Sadəcə adi, yəni ümumi qəbul olunmuş məsələdir ki, kimsə kimisə döyürsə cəzası odur. Amma araşdırılmalıdır ki, axı bu xüsusi haldır. Bu məişət zorakılığı halıdır və bu daha indiki vəziyyətdə daha sərt cəzalanmalıdır. Hətta bəzən biz təkliflər etmişik ki, bəzən o edən adam, cinayətkar özü də məcburi psixoloji dəstək keçsin. Düzdür, bilirəm ki, bu mümkün deyil. İnsanlar necə məcburi psixoloji dəstək edə bilər? Amma alternativ qoymaq olar da. Digər dövlətlərdə necədir? Məsəl üçün, sən ya misal üçün ya bir ay həbsdə qalmalısan, ya da bir ay məcburi psixoloji dəstək almalısan. Əlbəttə, insanların azadlığı daha önəmlidir. Deyəcək, yaxşı, psixoloji dəstək gedim. Bir dəfə, iki dəfə, üç dəfə artıq bir effekti olacaq da. Yəni, biz həmişə belə təkliflər edirik. Təkliflər çox olur. Sadəcə bunu qəbul etmək, müzakirə etmək çətindir. Elə müzakirə edən adamlar özləri travma qurbanı insanlardır. Başa düşmürlər zorakılıq nədir, görmürlər. Köhnə adətlərlə oturub dururlar ki, qadın vaxt var idi, deyir, qadınlarımız heç boşanmazdı, nə bilim, 7 uşaq doğurdular və ailə dəyərləri mühüm idi. İctimai şəkildə də bugündür, yəni məişət zorakılığı neçə illərdir danışılır ki, məişət zorakılığı bizim ən ciddi problemlərimizdən biridir. Danışıldı və bugün ona gəlib çıxmışıq ki, böyle statistik olaraq boşanma rəqəmlərində artımı var. İndi başlayıblar qadınları günahlandırmağa ki, qadınlar boşanırlar. Özdə aliment üçün boşanırlar. Bu aliment də burada deyib, bax, deyirsiniz ki, podkastdır da, canlıdır. Bu aliment, qulaq asan insanlar bilsin ki, bu aliment maksimum 260 manatı keçmir. Ümumiyyətlə 260 manat aliment çox nadir hallarda olur. Çünki əksər işsizdir insanlar, yəni stabil, belə deyim də, aliment bu miqdardır. Vallahi 260 manat 2026-cı ildə bir uşağın yemək pulu 260 manat olacaq. İndi 246 manatdır. Yəni bir uşaq bir ayda bu civarda qidalanır. O da deyil. Deyil və Süni qida yeyən uşaq üçün o da deyil. Vallahi hər şey o qədər bahadır ki, yəni bir uşağın yediyi pul odur. İndi yazıq ana, baxın, uşaq anada qalıb. Bu yazıq ana həm uşağa baxmalıdır, bütün günü uşağa baxmalıdır. Uşağın təlim tərbiyəsindən məşğul olmalıdır, təhsili ilə məşğul olmalıdır, paltar almalıdır, həkimə aparmalıdır. Yeganə kişidən istədiyi, yəni dövlətin ona üzərinə qoyduğu öhdəlik odur ki, onun yemək pulunu versin, onun üstündə dava qırğın çıxır. Onun üstündə hamı yazır ki, hətta dövlət qurumlarının vəzifəli şəxslər də bunu elan edirlər ki, qadınlar aliment istəyir, ay nə bilim, alimentə bağlayırlar, az qala dilənçilik. Bu da ayrı bir mövzunun müzakirəsidir ki, yəni. Yaxşı mövzudur əslində. Bəli, çox geniş bir mövzudur. Çünki Ali Məhkəmənin bu yaxınlarda da qərarı oldu, hüquqşünaslar bilər. Alimentin miqdarını bağladılar minimum əmək haqqına və oradan da yenə əlbəttə ki, qadınlar uduzdu. Yəni heç olmasa 244 manat, 250 manat aliment stabil kəsirdilər. İndi o da azaldı. Yəni hər dəfə uduzan qadınlar olur. Bizim auditoriyadan sualımız var.
Ailə Qadın Komitəsi bu ilin əvvəlində tender elan edib ki, databaza yaradılacaq və bu statistikalar toplanılacaq. Mənə maraqlıdır ki, məsələn, vəkillər kollegiyasına belə bir müraciətlər olubmu bu dataların toplanması ilə bağlı? Bəlkə bu ən aktiv vəkillər olaraq, məsələn, Zübeydə xanım sizə müraciət olubmu? Bir də ki, ümumiyyətlə vəkilin resursları necədir bu statistikaları ötürmək üçün? Məsələn, sizə gələn o qurbanlarla bağlı o dataları toplamaq, onları dövrü olaraq ötürmək bu vəkilin bir resurslar çərçivəsindədirmi? Çox sağ olun. Bu heç bir səviyyədə deyil. Statistikanın hazırlanması əslində çox yaxşıdır. Databazanı, onu uzun müddətdir biz xahiş edirdik, istəyirdik ki, databaza yaransın. Yəni bu əlimizdə bir sənəd olaraq qalsın. Yəni komitə bunu edirsə, tenderdə elan edibsə, demək ki, artıq müəyyən işlər görüləcək. Amma vəkillər kollegiyasına müraciət olunub-olunmayıb mən bilmirəm. Yəni mənə şəxsən heç kəs müraciət etmir. O statistikalarda sağ olsunlar elə mənim səhifəmdən götürüb özləri üçün yəni istifadə edirlər. Onsuz da mən hazırlayıram. Mən ancaq mediadan olan statistikaları hazırlayıram, yayıram və hiss edirəm ki, bu çox effekt verdi. Əvvəllər məsəl üçün mən hansısa qadın qətlinə yazanda, əlbəttə ki, mənim yazdığım və yaxud da müzakirəyə çıxarılan mövzu altında məsəl üçün 10 nəfər rəy yazırdısa, 19-u qadını günahkar sayırdı, dünyanın ən sonuncu insanı hesab edirdi. İndi görmüşəm ki, çox azalıb. Demək ki, effekt verir. Artıq insanlar çox da hamısı başlayıblar qadınları günahlandırmamağa. Artıq başqa səbəblər də axtara bilirlər. Birincisi o data yoxdur. Data yoxdur. Yəni biz hansısa bir dataya çıxa bilmirik. Özümüz datanı hazırlayırıq özümüz üçün. Yəni özümüzün əlindədir ki, biz o datalara əsasən də o protokollar hazırlanır ki, artıq növbəti gələn adamdan biz hansı məsələləri yığacağıq, hansı məsələləri istəyəcəyik. Hətta mən bilirəm ki, Mehriban xanım da o məsələ ilə məşğul olub və onun protokolu daha genişdir, hər tərəflidir. Onlar hamısı bizə müraciət edən insanlardan yığdığımız informasiya əsasında olur. Bu, yəni bizim özümüzün əlində olan datadır. Əgər kimsə istəyərsə, məsələn, kollegiya və yaxud da komitə əlbəttə məmnuniyyətlə veririk. Zaten bunun üçün bunu işləyirik də ki, bu problem həll olunsun. Çox sağ olun. Mən bir əlavə eləmək istəyirdim. Aha. Mənə elə gəlir ki, belə danışanda biraz boşanmayan qadınları, zorakılığa dözən qadınları belə ittiham edilmiş kimi gəldi mənim öz qulağıma da. Mənə elə gəlir ki, döz, norma budur, ayrılma demək qədər əslində zərər vericidir. Dözmə, ayrıl demək, yəni kör-köranə bunu demək. Çünki nəticədə sizin də yəqin ki, qarşınıza çıxanlardan görürsünüz. Çox halda, yəni heç də həmişə təhsilsiz olan, heç bir dünya görüşü olmayan insanlar deyil zorakılığa susan qadınlar. Bəzən çox kifayət qədər geniş dünya görüşü də ola bilər. İnsan davranış elədi ki, biraz əslində bizim zehnimiz bizə ziyan olduğunu, bildiyi, fərqində olduğu şeyi elətdirmir. Yəni zərər verici davranışları belə eləyəndə onun arxasında necəsə bir fərqində olmadığımız fayda olur. Ən bəsindən zərərli vərdişləri davam elətdirmək. Ona görə insan bilsə də ki, zərərlidir, ona görə davam etdiririk ki, orada aldığımız hansısa bir həzz var, rahatlama var. İndi əgər ki, bu qədər bizə kənardan baxanda bəlkə dəhşətli görünür. Məsələn, zorakılığa baxmayaraq qalmağa davam eləyirsə, o qadının orada ciddi qorxuları ola bilər. Qarşılanmayacaq ya da qarşılanmayacağından qorxduğu ehtiyacları var. Ona görə mexanizmlər əslində işləməlidir, fərdlərdən deyil. Bizim də bugün fərdlər olaraq da əslində məsələn tələsdirməkdən ziyadə niyə dözürsən qalmadan ziyadə anlayıram demək çox önəmlidir. Qorxuların nədir demək çox önəmlidir. Sənin üçün necə resurslar təmin eləyə bilərəm, çatmayan nədir demək çox önəmlidir. Çünki əksi halda o qorxuları görünmədiyi üçün də bəzi qadınlar qınanılmış hiss eləyir. Məsələn, bəzən sırf buna görə getməyə bilər köməyə. Çünki mənə deyəcəklər ki, sən axmaqsanmı, sən niyə belə şeyə dözürsən? Bu da özgüvən zədələyici bir şeydir. O yüzdən boşanma ya da boşanma yerinə çətinliyin nədir, görürəm, əziyyətin var, nə eləyə bilərəm sənin üçün. Dözmə əslində boşan deyil. Yəni mənə görə bir insana buna hər hansı bir problem varsa, problemi qəbul etməmək o problemdən qaçış deyil. Yəni dəyişmək də ola bilər, kömək istəmək də və ya sadəcə demək ki, burada yolunda deyil, qəbul etməməyin özü. Eynən. Burada proses yolunda validasiya çox faydalı bir şeydir. Yəni bunu görürəm ki, əziyyət çəkirsən, bunu görürəm ki, yaxşı deyil, bu sənin üçün yaxşı hiss eləmirsən, amma hazır olmadığı vaxtda boşanmağa təkid eləmək, israr eləmək də zərər verə bilər şəxsə. Ona görə onun yerinə məncə mümkündürsə ən yaxşısı bayaq Zübeydə xanım da qəşəng vurğuladı. Eynən. Hər iki tərəf işlənsin. Çünki nəticədə bir qadını boşatdıq zorakılıq edən kişidən başqa birisi qurban olacaq.
Qalıcı həll üçün hər iki tərəf işlənməlidir, varsa övladlarla da işlənməlidir ki, o zəncir davam eləməsin. Əslində mənim sizə sonuncu sualım məhz elə bu olacaqdı. Biz müəyyən qədər danışdıq. Nə edə bilərik? Bəli. Hüquqi maarifləndirmədən danışdıq, amma psixoloji maarifləndirmə də çox vacib məsələdir. Ona görə ki, elə məhz siz dediyiniz kimi problemdən bəzən danışdıqda, amma maarifləndirmə olmadıqda, sadəcə problemin adını dilə gətirdikdə insanlar yanlış yerlərdə həll yolları axtara bilirlər. Yanlış həqiqətən də yollara çıxa bilirlər və mən düşünürəm ki, bunun üçün psixoloji maarifləndirmə. Siz nə düşünürsünüz? Nə dərəcədə önəmlidir və həm zərər çəkənə, həm zərər verənə psixoloji maarifləndirmə necə təsir edir? Çox faydalıdır hər sahədə olduğu kimi. Məncə ümumiyyətlə, yəni tək zorakılıq deyil, ümumiyyətlə psixoloji sağlamlıqla bağlı maarifləndirmə çox önəmlidir. Yəni mümkündürsə bunun başlama yaşı çox erkəndir. Yəni nə qədər erkən dövr olsa o qədər yaxşıdır. Ortalama 5 yaşdan sonra uşaqlar artıq empatiya qurmağı öyrənə bilərlər, öyrədilə bilər bu. Bağçada öyrədilə bilər, məktəbdə öyrədilə bilər. Empatiya qurduqca da nəyi öyrənər? Hisslər nədir? İnsanlara necə təsir eləyir? Hansı davranışım nə mənaya gəlir? Sərhədlər nədir? Xüsusilə yeniyetməliyə gələndə artıq hardakı münasibət qurmağa başlama ərəfəsidir. Olmazsa olmazdır, yəni çox vacibdir başqasının sərhədini dayanmağı, hara olduğunu bilməyi, sərhəd qoyanda dayanmağı bilməyi, cinsi mənada da, münasibətin tərzi baxımından da tədricən bunları öyrəndikcə onsuz da ehtimal aşağı düşür ki, artıq birinə hökm eləməyi, birinə üstünlük eləməyi istəsin. Yenə də hər iki cins üçün vurğulayıram bunu. Bunları öyrəndikdən sonra da artıq münasibətlərlə bağlı, yəni əgər yoxdursa ətrafda, böyüdüyü mühitdə mümkün qədər bununla bağlı maraqlı qaynaqlar var, kitablar var, workshoplar var. Sağlam münasibətlərlə bağlı maariflənmək, öyrənmək, nə olar, nə olmaz, nə doğrudur, nə doğru deyil, nə münasibəti xoşbəxt istiqamətdə aparır, nə münasibəti korlanmağa və yaxud ayrılmağa aparır. Bunların hamısını öyrənmək onsuz da artıq tədricən cütlüyün bir-birini daha yaxşı tanımağına kömək eləyir. Problem həlli bacarıqlarını öyrənməyinə kömək edir və zorakılığa bir növ ehtiyac qalmır. Əgər ki, belə hallar varsa, məsələn, yenə psixoloji maariflənmə kömək edir ki, hansısa psixoloji pozuntuları tanısınlar. Yəni, ola bilər ki, bu dediklərimizin hamısından kənarda hansısa sırf psixoloji problemə bağlı olsun, üzvü bir problemə bağlı olsun, nə bilim, fərddə, məsələn, şizofreniya başlanğıcı ola bilər, ona görə aqressivləşmiş ola bilər. Maddə istifadəsi ola bilər, maddənin əksikliyindən bir yerdə narkotik vasitələrin, alkoqolun kəsilməsindən bir yerdə daha aqressiv olmuş ola bilər. Yəni bütün bunlar tanınmalıdır ki, edilməsi gərəkən müdaxilələr edilsin. Sadəcə bunun altından xətt çəkim, əgər bu belə xüsusilə məqsədli hökmranlıq etmək hədəfindən edilmirsə, yəni o hal xaric, yəni şəxs əgər açıq bir şəkildə deyirsə ki, yox, məsələn, mən köləmdir, mən həyat yoldaşım istədiyimi eləyərəm. Bu hallar xaric, amma deyirsə ki, mən idarə eləyə bilmirəm, mən çox əsəbləşdim. Bu hallarda mütləq ki, araşdırılsa, tapıla biləcək səbəblər var, həll edilə biləcək tərəfləri var. Ona görə bu baxımdan yəni, həm psixoloji maariflənmə, həm zorakılığı tanıma, həm ünsiyyət bacarıqlarla bağlı maariflənmə məncə böyük ölçüdə qarşısını ala bilər, önləyə bilər. Tamam. Bəs bu sizcə fərdi mərhələdə getməlidir, yoxsa daha kütləvi bir proses olmalıdır? Bu mənim üçün çox, yəni kütləvi maarifləndirmə onsuz da biz bilirik ki, çox böyük dəyişikliklərə səbəb olur. Məhz lakin psixoloji məsələlər həm də fərdi məsələlərdir. Biz fərdi problemlərin həllində kütləvi maarifləndirməni həll yolu kimi təqdim edə bilirikmi? Mütləq edə bilirik. Fərdi maariflənmə çox önəmlidir, olsa yaxşı olar, amma bu işi şansa buraxmaq deməkdir. Çünki şəxslərin marağı olmaya bilər, nə bilim, əlçatımlı olmaya bilər o informasiyalar. Ona görə mütləq ilk növbədə kütləvi olmalıdır bu. Ona görə bunu vurğuladım. Məsələn, məktəb yaşından etibarən əslində uşaqlara empatiya bacarığı öyrədilə bilər. Hekayələrlə, nağıllarla, münasibətlərlə bağlı nümunələr verilib, sərhədlərlə bağlı məlumatlandırmalar verilə bilər. Yəni hər mərhələdə əslində çox böyük bir resurs var əlimizdə bizim, yəni uşaqların təhsil müəssisəsinin olduğu vaxt çox uzun bir vaxtdır. Bir mərhələdə itirdiyimizi növbətdə tələfi eləmək olar. Orada eləyə bilmədik, növbətdə tələfi eləmək olar. Ən pis halda son mərhələdə ailə qurma ilə bağlı, ailə qurmadan öncə məsələn belə təlimlərin verilməyi mümkündür. Çünki əslində ailə qurmadan öncə digər sağlamlıqla bağlı yoxlanılır, prosedurlar var. Bunu məcburi prosedur etməli. Çox sağ olun Cəmilə xanım. Auditoriyadan sualınız var?
Birincisi, sizin də bu bayaq vurğuladığınız məsələ ilə bağlıdır. Mənim üçün maraqlıdır. Mədəni norma ilə şəxsi sərhədlər arasında daxili konflikt yaşayan pasientlərdə hansı müdaxilələr daha effektiv olur? Bu sizin dediyiniz bu fərdi yanaşma ilə bağlı. İkinci sualımı da səsləndirim yoxsa? İstəyirsə cavablayım, bunu unutmayım deyə. Burada yəni, ilk baxmalı olduğumuz şey şəxsin özünün öz dəyərini dinləyə bilməyidir. Yəni bunun üçün mən tövsiyə eləyərdim ediləcək müdaxiləni. Çünki biri var, o mənəvi dəyərləri mənimsəyib, amma dediyiniz sualda bunu anlamıyorum. Öz dəyərləri əslində fərqlidir. Sadəcə bunu dilə gətirməyə səbəb olan hansısa əngəllər ola bilər. Qorxularıdırmı, dinlənilməyib indiyə qədər bilmirmi necə ifadə eləyəcəkdir. Ona görə bizim bir psixoloq kimi eləyəcəyimiz şey ona o güvənli sərhəddi verməkdir. Öz dəyərlərini ifadə etməyi, öz səsini eşitməyi öyrənsin. Cavab oldu, ümid edirəm. Daha sonra mənim sualım xroniki zorakılığa məruz qalan fərdlərdə təhlükəsizlik hissini yenidən qurulması prosesində effektiv terapevtik yanaşmalar hansılardır və ya ümumiyyətlə öz təcrübənizdə həmin o dediyiniz güvənli bağı qurmaq üçün hansı yollar, yəni bu mümkündürmü bu bağı yenidən qurmaq? Həmin insan üçün böyük ehtimal ki, bu çətin olur, ona görə soruşuram. Əlbəttə, daha əvvəllər belə düşünülürdü ki, o bağ qurma tərzləri sabitdir, amma indi bilirik ki, sabit deyil, həyat boyu dəyişən bir şeydir. Yəni insan adaptasiya ola bilən varlıqdır. Necə ki, mühitimizlə olduğumuz ölkə, şəhər dəyişir və biz ona adaptasiya ola bilirik. Bağ qurma tərzimiz də qarşıdakı insanın asılı olaraq dəyişir və sağaldıcı da ola bilər. Elə birinci sağaldıcı o ünsiyyət tərzi terapevtlə qurduğumuz ünsiyyətdir. Yəni onsuz da orada bizi dinləyən biri varsa, tənqid eləməyən biri varsa, artıq onunla qurduğumuz bir güvənli bir əlaqə tərzi var deməkdir. Bu partnyor üçün də keçərlidir. Yəni deyək ki, heç vaxt öyrənə bilməmişik, çox qaçınan, təşvişli bağlanmaq tərzimiz var, amma elə bir partnyor çıxıb qarşımıza ki, bizə kömək eləyir bunu öyrənməyə, yəni mümkündür. Sağala bilərik, öyrənə bilərik. Əgər ki, çox belə ağır travmatik vəziyyətlərdən danışırıqsa, bunların işlənməyi üçün də xüsusi terapevtik üsullar var. Yəni bəzən o travmalar icazə vermir. Məsələn, bağ qurmağa, əlaqə qurmağa, ünsiyyətdə ümumiyyətlə qalmağa belə imkan verməyə bilər. Çünki travma sonrası stres pozuntusu varsa, qaçınma meyli çox yüksək olur, tətiklənməsin deyə. O hallarda da travma fokuslu terapiyalardan istifadə edirik. Çox sağ olun. Çox təşəkkür edirik. Başqa sual olan varmı? Biz istəyirik o zaman yavaş-yavaş bitirək, yekunlaşdıraq. Bugün həm psixoloqla, həm də hüquqşünasla, vəkillə istədik bu məsələni biraz qatlara bölək. Həm çox əksər hallarda bizim cəmiyyətimizdə bu çox fərdi, özəl, iki şəxs arasında olan məsələ kimidir, amma nəticədə cəmiyyətə vurduğu zərər bizim hər birimizin kollektiv problemidir. Ona görə məhz bugün və yeri gəlmişkən biz bu görüşü keçiririk, həm də 16 günlük maarifləndirmə kampaniyası nəzdində. Çünki hər il 16 gündə biz qadınlara qarşı olan zorakılığın ümumilikdə həm qadınlara, həm də bütün cəmiyyətimizə necə bir təsir etdiyini birlikdə, çox xoşdur ki, sizinlə birlikdə bugün açdıq, söhbət etdik, müzakirə etdik. Dostlar, mən də hər birinizə təşəkkür edirəm. Gəldiyiniz, bizə qoşulduğunuz üçün, dəstək olduğunuz üçün və Fayla biz bu layihəyə başlayanda öz aramızda ilkin fikrimiz bu idi ki, biz istəmirik sadəcə özümüz danışaq və bizim fikirli insanlar da yığılsınlar, özümüz danışaq, özümüz eşidək. Ümidimiz odur ki, bizim müzakirələrimiz çox az da olsa müsbət dəyişikliyə töhfə verəcək və bunun üçün sizdən hər zaman dəstək alırıq. Çox sağ olun ki, gəldiniz. Your Excellency, thank you for your support, for your presence. We truly appreciate it. Qonaqlarımıza da hər kəsə təşəkkür edirik. Çox sağ olun.